Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 9 iyundur. Elmanı gözləyirəm gəlsin. İndi saat hal-hazırda 5:36-dır. Demişdi 5:50-də ola bilər ki, onunla da tez gəlim. Neyse, geyindim, hazıram. Gözləyirəm yazsın ki, yaxınlardayım, mən də düşüm. Hava belə başa düşdüm ki, yəqin ki, isti olar. Sadəcə səhərdə deyən belədir. Liftim artıq gəldi. Amma elma mənə heç nə yazmıyor. Orada duran maşına elma maşına oxşuyur. Elman olsaydı çoxdan yazmışdı ki, gözləyirəm hardasın. Zəng eləyir ki, düşün aşağı. Düşəkdən inik. Yalandan yazdım ki, yatıb qalmışam. Ay, nə qədər? Sənə oxşayır ha. Kənə tutmusan ha, bilə-bilər olub. Bir nəfər elə işsi gəldi. Sən rastlapsa. Polislər görəndə kənlə tuturur. Elə eləyəndə onlar bəstələr ki, честный водитель, да, şey kimi sürür, как положено. Как положено так? Belə. O sən bütün logotipi... Biraz da belə eləsən lap inanırlar bu. Elə eləmişdin də sən. Biraz da özü belə kurşun eləyirsə. Yox, bu logotina kimi qoymuşdum burası. Belə eləsən, belə eləsən da. Belə elə ki, görmürəm, yoldan çıxır. Sonra məhəllədən çıxıram, görürəm probkadır da, it balaları bıraxmırlar. Yalandan belə eləyirəm ya. Gör xəbərim yoxdur, onda bu momentdə bilirəm ki, biri saxlayır, deyir, davaya çıxır. Ya da gələk narko çıxasan, narkoda. Maşın gedir. Bunu versələr. Bilmirsən, nə o maşında? Marşrutka oxşuyur. O yaxşıdır da. İminə harası dincəlməyə getməyə yaxşıdır şu. Başqa ara, enfeksiyonla gedəsən, sudonla gedəsən. Futbol oynamaq olar, içində yatmaq olar. Yolda qaçınca 10.000 verir, 8.000 verir. Göstərim. Elman özünə bu maşından almaq istəyir. Almaq istəyir deyəndə meçtasıdır. Arzuluyur. Gözlərəm hava qiyməti ucuzlaşacaq. 20 ildən sonra əgər sağ qalsam, bəlkə onu da alarım. Şu gəldik, çatdıq arxa qapıdan. Davay. Spasiba. Ucuna maşın var. Allah bilir nə vaxt gələcəklər. Bismillah, eləyək girək içəri. Qızlar, dünənə 60 neçəsi nəfər olmalıydı. 60 quyruğu ilə. Bu günə rovna 60 nəfər olmalıdır. Elə şey, həmişə öz qrafikim olanda deyirəm, Allah, nə olar, heç kəs gəlməsin. Dünən heç nə eləməmişəm, bugün jurnallar yazmalıyam bir xeyli. Bunların hamısını saymalıyam. Soram nə? Bir də zakaz eləməliyəm. Mənim üçün ən çətini zakaz eləmək. Mənim üçün ən çətini zakaz eləməkdir. Çünki indi elə aydır ki, cəmaət dincəlir. Nə bilim, cəmaət Daçaya gedir. Kim ki gəlməlidir, gəlmir. Adam bilmir ki, nə qədər sifariş versin. Güzel, orada rekomendovanı zakaz yazılır. Amma ki, birdən olur ki, adamların çoxsu gəlmir. Birdən olur ki, başqa gündən qalan adamlar da gəlir. Ona görə bilmirsən, çox zakaz eləyəsən, az zakaz eləyəsən. Gedək qalıb qoşaq.
Bu gün də tez gəlmişik. Bizə maladız. Deməli saat 6:36-dır. 6:30 qapını açan kimi 4-ü dalbadal girdi. Elə bil ki marşrutka gəlmişdi. Verdim hamısını, yola saldım, getdilər. Elman da yazır ki, məndə hələ bir nəfər də yoxdur. Məndə sakitçilikdir. Bizdə məsəl üçün məndə bu günə 60 nəfər varsa, Elmanda 30 nəfər, 40 nəfər olur, belə. Az olur da. Bizimkindən nisbətən 2 dəfə az olur. Çünki bizdə ayda 2000 nəfər obslužuc eləyirik. Onlar 1000 nəfər. Onların qaldı işlədiyi rayonda az adam alır Maloçka. Maloçka haqqında nə deyim, hər dəfə soruşursunuz. Propiskası, mən bilən propiskası olan adamlara düşür. Bir də əvvəl hələ şey yox idi, indi deyəsən daxodu da yoxlayırlar. Yəni sən ehtiyacın var, yoxsa özün ala bilirsən. Gəldilər. Evdən 2 dənə konfet gətirmişəm. Çay içməsəm onlara ayıb olar. Gətirdim, çay elədim özümə. Qaynar tünd. Tünd içəcəm. Yola saldıq, getdi. Hə qızlar, başınızı çox xarab eləmək istəmirəm. Burada bu haqda danışım. Bir də nə vaxt hazır olar, onda söhbət açarım. Sadəcə mən deyirəm, hər vlogda biraz görürəm ki, yenə soruşursunuz. Yəqin ki, mənsə yaxşı fikrimi çatdıra bilmirəm. Ona görə indi yenə deyim. Sudyabna pristava getdim, orada ərizə verdim. Ərizəyə yazdım ki, keçmiş yoldaşımın borcuna görə səhvən bütün torpağa zapret qoyulubdur və orada heç bir registrasiya işi, heç bir iş görmək olmur zapret olduğuna görə. Qadağa qoyulub da. Və zaявleniyada ərizədə yazdım ki, xahiş edirəm bu səhvən qoyulan qadağanı götürəsiniz. Düzdür, Niko mənə yazmışdı ki, 1 ay ərzində baxacaqlar. Yox, əstəğfurullah. Orada mənə dedilər ki, 1 ay ərzində hazır olacaqdı. Amma Niko yazıb ki, dünən oradan çıxandan sonra mənə yazırdı ya, işi qutarandan sonra mənə xəbər edin. Mən də oturdum maşına, yazdım ki, bəs bütün dokumentləri verdik. Bundan sonra nə edim? O da mənə yazdı ki, 10 gün ərzində baxılacaq buna. 10 gün ərzində, 10 gün bitəndən sonra sən yenidən YGR-ni sifariş elə. YGR-in spravkadır. Torpaq kimin adınadır, orada hamısı yazılır. Və o YGR-də yazılmışdı ki, zapret var. Dedi ki, yenə sifariş eləyərsən 10 gün bitəndən sonra və sən orada görəsən. Belə yazılmalıdır. Hətta necə yazılmalıdır, onu da yazıb mənə göstərir. Ki, zapret qutarıbdır, zapret qoyulmayıbdır. Əgər belə yazılıbsa 10 gündən sonra, Nikon dediklərini deyirəm. Sən orada mütləq gedib o otları, o ağacları, Allah bilir indi o ağaclar nə boydadır, 10 il bundan qabaq balacaydılar. O ağacları oradan təmizləməlisən. Heç olmasa darvaza hasar qoymalısan. Yazıb ki, hətta elə çox imkanın yoxdursa, setkadan da darvaza qoya bilərsən. Və yaxud o setkaya da imkanın yoxsa 4 dənə taxta qoymalısan ki, administrasiya görsün ki, sən həqiqətən də bu torpağın üzərində işləyirsən. Broşenli, zabroşenli torpaq deyil, tullanılmış, atılmış torpaq deyil. Və səsim batdı. Və sən əlindən almasınlar o torpağı. Onun üzərində nəsə tikmək lazımdır. Hamısını bu yay eləmək lazımdır. Papaya deyirəm ki, adam tutaq getsin oranı təmizləsin. Papam bir inatçıdır. Deyir ki, yox, nə adam? Özümüz gedib təmizləyəcəyik. Elman da mənə deyir ki, belə, papa eşitməsin. Papa eşitsə hirslənəcək. Papadan qorxur. Ay Günel, orada ağaclar bilirsən nə boydadır. Biz onu özümüz təmizləyə bilərik. Elman bunu həmişə deyir. Deyirəm ki, papa, adam tutaq, görəsən nə qədər eləyər? Bir 20 min, 30 min eləyər. Papa deyir ki, maşında. Nə adam özümüz eləyəcək hamısını, bir gün yığışacaq, gedib eləyəcək hər şeyi. Hər şey. Papa da deyir, evi özümüz tikək. Elman deyir ki, papa elə bilir ki, biz cavanıq, orqanizmimiz cavandır. Mən deyir, bir korobkanı götürəndə belim ağrıyır, qaldı daş qalxızmaq.
Elman vəbşə çox şikayət edir. Elmana deyirəm ki, Elman, mən getdim analiz verdim, mənim dəmirim çox aşağıda, o da oturduğu yerdə yatır, papam da oturduğu yerdə yatır, Allaha and olsun. Deyirəm ki, sizdə də var da nəsə, gedin analiz verin. Prosta o başqa şeylərdən də şikayət eləyir. İndi bilmirəm ki, o nədən daha çox analiz versə yaxşı alınır. Da yəni dəqiq bilər ki, dərdi nədir. Mən də hələ həkimə yazıla bilmirəm də, həkimə hələ bağlıdır şey. Zapis yoxdur. Hər gün baxıram ki, bəlkə açıq akoşka olar, ora yazılaram. Hələ ki yoxdur. Hə. Nəysə ki, 10 gün ərzində sizə torpaq haqqında, ev oçutu haqqında daha heç nə danışmayacağım. Sizin başınızı xarab eləmək istəmirəm. Aha, burada bir dənə də məqam var. Hər dəfə mənə yazırsınız ki, materisk kapitalından heç olmasa bir otaqlı ev götür. Götürə bilmirəm. Mən bankrotstvadan sonra mənim bir rəfiqəm var, şey işləyir. Azərbaycan dilində desəm makler işləyir. Mən ondan soruşdum, dedi ki, Günel, bankrotstvadan sonra çox adamı qara siyahıya atırlar. İstəsən də götürə bilmirsən. İstəyirsən qızların adına götür. Qızlarım hələ hazır deyil. İstəmirəm. Hələ ki istəmirəm. İpoteka vəbşə istəmirəm. Mən 30 il əlləşmək, vuruşmaq, özümü öldürmək istəmirəm. Mənim o yaşım deyil. Görüm, ümidimi dikmişəm bu növbəyə. Yaxşı olar inşallah. Allah deyən olsun. O diri gec olsun, xeyir olsun, nəsə belə bir şey deyirlər. Allah bilən məsləhət olsun. Və qısa konkret onu deyim ki, ipoteka mən öz adıma götürə bilmirəm. Neçə dəfə əlləşdim, vuruşdum ki, heç olmasa 10 min, 20 min, 100 min, 300 min, 500 min bankdan kredit götürüm. Dabro vermirlər, vermirlər. Hətta mən ora zarplatamda çox yazıram, vermirlər. Çünki qara siyahıdayım. Əgər onu versələr, mən o pulu onsuz da xərcləməyəcəm də, qalacaq kartda elə oradan ödəyəcəm ki, kreditimi yaxşılaşdırım. Elə fikirdə. Yəni, amma ki, vermir axı, vermir. O versin ki, ondan sonra mən də ipotekaya əl atım. Yəni, hələ oranı fikirləşmirəm ipotekanı, yəni o nəzərdən deyirəm ki, bir-iki dəfə əlləşdim ki, kredit götürüm ki, kreditli istoriyamı yaxşılaşdırım heç olmasa. O da vermir. Belə. Biraz işimiz daşdan keçir, amma olsun, təki keçsin. Elə heç nə, qısa konkret bunu danışmaq istəyirdim. Heç kəslə işim yoxdur, heç kimlə, heç nə qarğış eləyən deyiləm, heç kimin həyatına qarışan deyiləm. Başqalarının vloglarına baxıram, nəsə xoşuma gəlməsə pis bir şərh yazmaram, nəyimə lazım. Xoşuma gələr baxaram, gəlməz baxmaram. Xoşuma gəlməz dediyi, məsəl üçün, heç ona şərh də yazmaram. Deyərəm ki, özü bilər, Allahı bilər. Sadəcə özüm, öz ailəm, elə insanım ki, heç vaxt demərəm ki, mən bunu necə eləyim, başqası nə deyər. Mənə heç maraqlı da deyil ki, başqası nə deyər. Bu həyat mənimdir. Mən başqasına heç nə demirəmsə, başqasının da mənə nə deməyi heç umurumda deyil. Türklər demişdir. Uşaqlara deyirəm, biraz, məsəl üçün, belə deyirəm, başqası nə deyər deyəndə, belə deyirəm ki, biraz sərhəd qoyun, heç kimdən çox şeydə olmayın, təmasda olmayın. Çünki, belə deyim də, pis çıxmasın deyəm. Pis çıxmasın, bilmirəm, nətər deyim ki, fikrimi çatdırım, pis çıxmasın da deyə. İndi o zamanə deyil, adamın arxasından ayıb olmasın vedrə asırlar. Hələ atasız olanda qızlar, onların vəbşə adı çox hallana bilər. Ona görə hər şeyi ehtiyatla eləyin. Bunu deyirəm. Yəni, başqası nə deyər mənasında, hə, uşaqlara deyirəm. Amma durub demərəm ki, heç vaxt. Filankəsin qızı niyə belə elədi, sən eləmədin? Filankəsin uşağı, bəhmankəsin uşağı demərəm. Müqayisə eləməyi sevmirəm. Bir-iki dəfə eləmişdim uşaq vaxtı. Uşaqlar mənə qayıtdı, dedi ki, mama, biz səni müqayisə eləyirik. Filankəsin maması belə eləyir, elə eləyir. Yox, sən də bizi eləməm. O qədər uşaqlar mənə elə dərslər verirlər. Uşaqlarla bir yerdə böyüyürəm, nərsiniz? Bir çox şey uşaqlar mənə başa salır. Ona görə də uşaqlarla rəfiqə olmağı bacarın. Qoy gəlib öz dərdlərini, sərlərini sizə danışsınlar.
gedib hansısa padruqasına danışmasın. Hətta qohum, ay biz bir yerdə böyümüşük, ay nə bilim nə. Nə oldu? Aralanan kimi heç kimlə danışmadı. İndi deyirəm, niyə gedib sirrini verirsən ki? Gələrdin mənə deyərdin, nə olsun ki qohumdur. Sabah küsəndə danışanda, dalaşanda heç baxmır. Qohumsan, əqrabasan, tanırsan, uşaqlıq dostusan, heç kəs ona baxmır. O belə bir söz var, yadıma sala bilsəm, dəqiq desəm, Slavarna zapasım onsuz da imkan vermir, amma çalışacağım. Завидовать nədir Azərbaycanca? Завидовать. Yadımdan çıxdı. Завидовать eləyəndə çor da, lal da dil açır. İnsan завидовать eləyəndə lal olsa da dil açır və sənin hər şeyini, pisini, paxrını, hər şeyi açıb deyir. Ona görə gəl mamana danış. Belə. Özüm haqqında biraz danışmaq istədim. 10 dəqiqədə bir danışıram. Yadıma düşdü paxıllıq. Завидовать paxıllıq eləyəndə hər hansısa padruqan sənin deyirəm, yəni hansısa irəliləyişini, sən hansısa bir uğurunu görəndə, paxıllıq çəkəndə lal da olsa dil açacaq və sənin hansısa bir paxrını, pis hərəkətini ya ona verdiyin sirri hardasa da olsa deyəcəkdir. Mütləq. Bir də qızlar bu nəzərdən məsəl üçün demərəm ki, uşaqlara filan kəsin uşağı universitetdə oxuyur, filan kəsin uşağı nə bilim bu qədər maaş alır demərəm. İstəyər universitetə girər, çox sevinərəm. İstəyər kollecə girər, yenə də sevinərəm. İstəyər ki, mama mən heç yaranı oxumuram, işləmək istəyirəm, yenə də poddirjat eləyərəm. Çünki pisdir, yaxşıdır, mənimkidir. Nəysə ki, ayın 16-sına həkimə yazıla bildim. Ona görə ki, başqa ayın 10-undan sonradır. Onu mən pekarniyadayam. Ya mən pekarniyada olanda həkimdir, ya da ki, mən buxarlarımda dincəlir. Mal gəldi. Qaça-qaça getdim. Tez xala deyim ki, birini boşaltdım. Yüklülər. Saat 11-15 qalıb. Deməli, qızlar, abeddə çatdırdım, həm bir şey yedim qarnıma, həm də yerləri yudum. Jurnalları da yazmışam, zakaz da elədim. Qalıbdı bir dənə, ən axırda bir jurnal yazasıyam. Onu yazacağım və salam. Elman da deyir ki, hətta deyir, səhə baxdım, mən də abeddə yerləri yudum. Ki, tez gedək evə. Deməli, qızlar, saat 3:20-dir. Bağlanmışıq, bütün işlərimizi görmüşük. Elman gəlmir. Ay bala, niyə gəlmirsən? Deyir, gözləyirəm, yağış qutarsın. Bəlkə bu yağış axşama kimi. Yağışı çəkirdim. Oğlan orada oturub mototsiklda gözləyir, yağış qutarsın. Hamı gözləyir, yağış qutarsın. Gəl, mənə deyim, başına bir paket keçir, gəl. Onsuz da maşınla gedirik, elə deyil. Elə bil bizim mənzərə müəllimimiz deyirdi. Elə bil pesoxdular, gəndilər, əriyəcəklər yağışın altında. Maşınla sən da bala. Buranı açacağım, burada da nə qədər adam oturub. Elma yazdı ki, vışıl, nə yaxşı. Oturublar hamısı aşağıda. Hamısı yağışın bitməyini gözləyir. Elma yazıb ki, maşına kimi qaçdım, ayaqlarım eləcənə sudur. Bəlkə bu yağış qutarmayacaqdı. Siz Allah, yağışdan nə olası deyə adama? Aydınlıq. Sırada hava sabahdır. Değil mi? Hem şiştiği bakı. Kanseler işlemler dedim öyle. Kanseler her gün işləyir. Burada yazdı bakı. Şuraya kanselerine çok yanlış yaptı. Üç idi, cırdım aradan çıkmışam ki sel basır yana diye. Şır başır yağır. İstanbul'a ayaklar. Bakıl yok idi, üstten giyinir. Çərkəm bu çorablarını giyəm, ayaqını giyəm. Bax, çəkirsən hə?
Deyirəm zapasına ayaqqabı salmaq nə yaxşı idi. Sonra da zapasına ayaqqabını Buranın geyinir. haqqında bunları təzə yığmışdım. O birlərini hazırlaşırdım deyim. Buradakı belə standı da. Standı şeyləndə geyinəndə də sonra krasovka başlayır. Aromatizasiya var. Nə kimi? Boyun kimi. O papan sözlər baxın. Oradan yadına düşdüysən. Buna bax da. Qarnın dərdi nədir? Elə seçib şeylər. Saxla mənə söyləyim. Niyə getdim mən? Boyun kimi sürürlər, görürsən? Oradan da biri signal verir, arada bir keçsin. Sən verirdisən. Mən 5 min şahsım yoxdur. 35 ilə stajım var hemen. Neçə? 5 yaşına üzrsən. Yox, edəni 2003'də almışam. Oha. Başda səbnə nə yaşamışam? Yox, ola bilmir, çox oldu. Çatdıq hə. Nə oğlum? Hə girdi, qayma girdi. Eve girsin hacı. Bu skidir. Demirəm bayaqdan palyazın qalandadır. Gedirik Səbnəgilə, Elman sağ olsun dedi ki, aparıram sizi. Çıxım bir dənə uşaqları düşürdüm. Bir də Aminanın heç olmasa samakatını düşürdüm. Elman maşını ilə aparaq. Piyonlara bax. Rusik düşübdü, biz də yavaş-yavaş gedirik. Sağ söyürəm burada, oxumuram. Mən dedim ki, qoy demədim ki, ged özünə vaxilidən zatdan nəsə. Yox, mən də duram, bu 140 manat var mı qala, məndə kartda. Axırıncı qəpiklərimizi xərcləyirik. Bugün maaş gələsi də gəlmir belə. Впереди камера Что ж, контроля она? перекрестка. Qarabala. Mən də duram, bu 140 manata baxır, bunu necə mən qoyub qalıb burada, xəbərim yoxdur. Özümə belə elədim elə. Malacaq mən hərdən belə xırdalara əl vurmuram. O bura kartda da 90 nə qədər atdım ora 280 manat düzəltdim ki, şarımı alsın. Məndə elə olmur. Məndə bilsən nətər olur? Kartımda pul olur. Motu bir gündən bir yazır ki, mama, mənə 2000 ver, 3000 ver, axşam sənə nəğdi verəcəm. Nəğdi də mənə sərfələnir axı. Gətirir evə Sən nəğdi. Ruski mansına qulaqasın da. Nəğdi pul. Друзья семьи! Rusik oturub, Мы üstü одна batırasın. семья! 5 al var, göp atıb. Если в песне звучит ваша страна, To похлопайте. напишите в комментариях. Ну что, поехали! Поехали. Россия, здравствуйте! Sağ olsun Elman bizi gətirdi. Пошли. Поехали. Ну, поехали. Конечно, темно, что там было. Это что такое? Добавки? Все, это ты, мам. Это нет, не люблю. А почему? Это можно снять? Нет. Да, вот так снимай. Это не Ой, а вот тут там тоже попалось. Это с чем-то. Yandırdım qəlbimi aman, ey qaşları kaman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canan, saf sevgimə inan. Yandırdın qəlbimi aman, ey qaşları kaman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canan, saf sevgimə inan. Niyə bəyəndin? Мама, ты не успеваешь эту песню. Я впервые караоке пою вообще-то. Yok. Ben tut. Yok lan. Bunu da bilmem. Azmaz bilmem ama. Какое большое вступление.
çok güzel bir şey. Yo, yadıma sonradan düştü sözleri. Yaz ayının yağışı yağanda, yadıma sen düşürsen o anda, darıxır ürək belə olanda, sanki yaslı qalıb havada, yayın günəşi qəlbə dolanda, dənizdə tənha durub baxanda, ötən günləri yada salanda, çox demirəm biraz ol yanımda, gün keçdi sən gəlmədin, il oldu sən gəlmədin, gözlədim mən gözlədim, kimsə yerini tutmadı olmadı səni. Bəlkə də hər fəsil səni son ümid kimi gözləyəcəyəm, bəlkə də hər fəsil belə mən xəyalına get deyəcəyəm, bəlkə də bir daha səni öz yanımda heç görməyəcəm, bəlkə də hər fəsil səni son ümid kimi gözləyəcəyəm, bəlkə də hər fəsil belə mən xəyalına get deyəcəyəm, bəlkə də bir daha səni öz yanımda heç görməyəcəm. Yarın bilmirəm axı sözünə. Görsə dəri. Şey koy. Я знаю. Там вот эта шишка, она будет мешать. Вот туда Чан говорю, Русик, там тройник есть, слышишь? Видишь, там он Aa, мешает. burada nefes çıkıyor, üzülme. Там тройник есть, вот тройник, как раз таки можешь сюда поставить. Да, чтобы маме на лицо светило. Вот черный, видишь? А почему только я пою, вы не поете? Потому что мы не знаем азербайджанские песни. Не знаем Вы на те... А почему Русик говорит, я все твои песни знаю? Sevlenme, seçtiğim anne bakar. Evlenme. Ben bu sözden bilmem, evlenme. Ben o sözden bilmem. Aklın varsa evlenme, evlenme, evlenme. Elə bu başqa söz yoxdur. Bu onsuz da olmayacaq Səbinə, bu mənə avtorski prava verəcəkdi. Qoymadı, nə onu oxuyum, güclə taxmışdım. Gözlə bir dəqiqə. Amma sözləri də olsun da, mən onu nətər qoyum. Karaoke yazım, ha? Bu quşludur, bu qaşıqdır, bir, iki, bir, iki, bir. Tamam. 4 dəqiqəlik mahnı olar, 4 dəqiqəlik mahnı olar. Başladı, niyə demirsən? Yollara, yaz adını nə olar yollara, köməyə çata bilməz pul para, mən ara denən keçmişim ara. Həyat çəkir məni unutturur səni, əlvida keçmişim əlvida. Yaman gedir ama mən gedim sən dayan, əlvida keçmişim əlvida. Həyat çəkir məni unutturur səni, əlvida keçmişim əlvida. Yaman gedir ama mən gedim sən dayan, əlvida keçmişim əlvida. Вот и начался даже. Hə? И начался еще даже. Deyirəm ki, niyə mən səsim qəşəng çıxmır, mən oxuyanda qəşəng olur baxlar. Həyat çəkir məni unutturur səni, əlvida keçmişim əlvida. Yaman gedir zaman mən gedim sən dayan, əlvida keçmişim əlvida. Həyat çəkir məni unutturur səni, əlvida keçmişim əlvida. Yaman gedir zaman mən gedim sən dayan, əlvida keçmişim əlvida. Со мной петь песни? Будешь? Да. Какую песню споешь? А? Набирай со мной. Какую песенку будешь со мной? Мамины глаза, да? Давай. Mən rahat deyil belə, mən rahatlıq çaq kimi. Когда вы пришли, чисто же было, нет? Что, грязно что ли было? А? Нет. Вот сейчас бардак. Görün bu nətər.
Ага, Зимя, сгонь, да, обратно. Русик. Все, разморозилась. Клубниkan xarab elədilər. Vay vay. Üş, dilimə. Dilimə düşüb. Твой папа, мам. Səbinə, sən alfa kartın məndədir. Какой? Апельсин? Hə? Апельсин? Da. А зачем она тебе? Mən kassier götürdü, перекресток kartına bitişdirdi, elə terminalda ödəyirəm, и все. Даже не достаю. Да. Ну, перекресток'un скидочный kartını vururam. Sonra yazıram оплатить Alfa Pay. И автоматом özü ödəyir. Потому что karta подключенdu ora. Я просто... Штрих-код вообще спикался, что? Нет, ты что? Он у тебя не подключен, она же скидка заболнур. Она мне так сказала. У меня не подключен? Ну, 100% у тебя тоже не подключен. А sen ne kadar doğrayım bu soyu? Hamsını? Наверное, на 2 дня. Для 2 людей. Очень хорошо чистит, да, мам, походу? Sen heç nə demədin, mən də təmizləyə daha 1 kilo, 2 kilo kartoşka təmizlədim. Ничего страшного, замешся, лучше заморозить. Нет, замораживать нельзя. Почему? В магазине продают что-то. Нет, mən bir dəfə замораживать elədim, pis oldu. Нет? Хочу, да? Da. Красиво, да? Время 8 часов вечера. Голубое небо. Məktəb illəri, ömrümün ən şirin qayğısı, sevimli günləri, həyatın bir ömrə bərabər, sevimli günləri, ən təmiz arzulu günləri, ən təmiz arzulu. Hiç bilmirəm, heç sözlərini bilmirəm. Слышала, он говорит, мама, мама. Я не слышала. При мне он ничего не сказал. Ничего. Мама, да. Где мама? Ne güzel. Elə bir məşq edir, desin deməsin. Мама. Baba. Mama. Məktəb illəri, ömrümün ən şirin qayğısı, sevimli günləri. Время уже 8. Она мне еще не ответила. Ладно, иначе, извините, девушка, я уже не смогу принять эту задачу. Я даже не знаю. Большой торт, если ей нужен большой торт, я не против заработать, конечно же. Если она хочет какой-то килограмм, конечно, я откажусь. Sen ona yazdın, o sana dedi. Что я сказала, какой вес хотите? И зачем мне нужен большой торт? Большой торт для нее это Yok. сколько? Sen yazdın ki, я не успею уже. Onda ne dedin, o ne dedi? Onda o ne dedi? Я даже не помню. Sen dedin, ha, да, хорошо. Yaz ona ki, девушка, я же не успею. Я знаю. Uşaqlar deyir ki, peşkom gedək, 1 saatlıq yoldur. 1 saatlıq, toçla. Meşənin içi ilə. 1 час 40 минут. Gəldik biraz parka gəzməyə. Səbinənin tort sifarişi var idi deyən çox oturmadıq. Gəldik evə. Eləmə.
Şo gəldik evə çatdıq, gəzə-gəzə bir xeyli gəzdik, əyləndik. İndi də gedirik evimizə. Və qızlar, bu da Səbnənin sabahçı gününə götürdüyü sroçnu zakazdı, hazırlayıb şəklini mənə göndərirdi. Mən də sizinlə paylaşmaq istədim. Bu arada Səbnənin də və izləyicimin birinin də Telegram kanalı var, hardakı tort şəkillərini bölüşür. Onu qoyaram. Buyurub baxarsınız, ürəyiniz istəyən tortları sifariş verərək dəstək ola bilərsiniz. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Bizimlə qalın, hələlik.